Herkese salam, kanalıma ve videoma hoş geldiniz. Bugün istedim daha farklı bir video seçim. Bir günlük vlog seçirəm. Hal-hazırda Nərmini gözləyirəm, rəfiqəmi. Onunla bir yerdə coffee shop'a gedəcəyik. Bu coffee shop'un da əslində fərqli konsepti var. Konseptini orada izah eləyərəm sizə. Yeməklərin və s. necədir, onları da izah eləyərəm. İndi Nərmini gözləyirəm, hadisə 5 dəqiqə gələcək. Ondan sonra bir yerdə gedəcəyik. İndi isə sizə konsepti izah eləmək istəyirəm. Burada konsept bundan ibarətdir ki, siz restorana giriş edərkən ilk saat üçün 6 AZN, sonraki hər saat üçün isə 1 AZN ödəyirsiniz və burada yeməklərin qiymətləri normal restorandakı qiymətlərdən qat-qat ucuzdur. Əgər qiymətlərlə maraqlanmaq istəyirsinizsə, axırda QR kodu sizinlə paylaşacağam. Oradan keçid edib maraqlana bilərsiniz. Və yeməklər hissəsinə də gəlsək, yeməklər həqiqətən çox dadlı idi və doyunculu idi. Yəni biz rəfiqəmlə çox bəyəndik yeməkləri. Porsiyonlar da çox böyük idi. Sen kim bakıyorlar diyorsun? Çok teşekkür Necə? Çox teşekkür ederim. Güzel. Zamanlar ay Kargonu da götürdüm ama benim kargom değil. Alev ve Nino'dan boçisini aldım. Aslında bunları Pinterest'te görmüştüm. Aslında çok kitap görmüştüm. Sadece bunları tapdım sadece. Bunu neçə vaxtda görürdüm. Qurulmayan yargı. Bunu da görmüştüm. Boçisini aldım. Birinci bundan başlayacağım ama neçə vaxtda bunu oxumaq istəyirdim.
Kitabların hamısı buradaydı əslində. Hamısını boşaltdım. Sadəcə seçməyi unutdum. Ona görə seçə bilmədim. Amma bunlar da sadəcə. Normalda isə çoxdur. Buraxılış da var idi. Sadəcə indi blokdur deyə bu qədər qaldı. Bir də çoxunu mən PDF-dən də istifadə edirdim deyə əlimdə olan kitablar ancaq buydu. Bunu da bir tanış var, 4-cü qrup. Yəqin ki, ona verəcəm. Hansı ki, qayda kitabları var, dərsliklər var. Burada biologiya. Bir də bir-iki işlətmədiyim kitab var. Amma qalanları topludur falan. Bunların hamısı yazılıb deyə yəqin ki, da bunları atacağım. Çünki yenidən işlənə bilməz deyə düşünürəm. Yəni, hamısı demək olar ki, yazılıb. Toplular olsun. Burada biologiya kitabları falan. Bunların hamısı yazılıb. Səhər idmana getmişdim bu arada. İndi qayıdıram, avtobusu gözləyirəm, bu kitabı oxuyuram. Qürur və Yarqa. Amma indi başa düşürəm ki, deyəsəm, bu kitab ikincisi də var. Çünki buraya yazıb birinci kitab. Başa düşürəm. Və bir videonun da sonuna gəldik. Ümid edirəm videomu bəyəndiniz. Çalışıram ki, biraz dərsdən əlavə də videolar olsun. Yəni sadəcə dərs olmasın, biraz daha maraqlı olsun. Bu da bir günlük vlog idi. Çalışdım ki, bütün günümü çəkməyə çalışım. Yenə də başqa nə haqqında video çəkməyimi istəyirsinizsə aşağıda şərh bölməsinə yazmağı unutmayın. Bundan sonraki video yəqin ki, blog haqqında olacaq. Çünki keçən buraxılış videosunun altına çoxu blog yazmışdı. İstəyirəm bundan sonraki videoda blog haqqında olsun. Ona görə blog videosu da çəkməyə çalışacağım. Digər videolarda görüşənə dək sağ olun.